Deməli mənə cərimə gəlib, amma axtarıram həmin yerdə nə dayanmaq qadağanlı nişanı var, nə də durmaq qadağanlı nişanı var. Deməli bu cərimə qanunsuzdur, məhkəməyə şikayət edəcəm və bu protokolu ləğv elətdirəcəm. Bu kimi tələblərlə və suallarla bizə müraciət edən sürücülər var. Əziz sürücülər, dayanmanın qadağan olduğu yerlər təkcə bu iki nişanla məhdudlaşdırılmır. Bu iki nişandan fərqli olaraq 21 yerdə dayanmaq qadağandır və biz o yerləri tanımasaq, bilməsək, yersiz cərimələnəcəyik və qazancımız ancaq cərimələrə gedəcək. 1. Hərəkət hissəsində ikinci və sonraki cərgələrdə dayanmaq. Qanun bu dayanmaları yalnız iki təkərli nəqliyyat vasitələrinə icazə verir. Yəni iki təkərli motosiklet, iki təkərli moped, velosiped, kiçik elektrik nəqliyyat vasitələri. Çünki onların ikisinin yan-yana dayanması, onların qabarit eni bu dayanmaya imkan verir. Yəni bir avtomobilin enindən heç enli olmur. Bu nöqteyi nəzərdən onlara icazə verilir. Digər nəqliyyat vasitələri dayansa 80 manat 2 cərimə balı cərimə ödəməli olacaq. 2. Hərəkət hissəsinin solunda, yəni yol bir tərəfli deyil, yol iki tərəfli yoldur və biz yolun sağ tərəfində bir cərgədə dayanıb durmalıyıq. Əgər avtomobil hərəkət istiqamətini dəyişmədən keçib yolun sol tərəfində, səkinin qırağında, yaxud yolun çiynində dayansa, bu da sizə 20 manat cərimə ödəmək bahasına başa gələcək. 3. Yaşayış məntəqəsinə kənar yollarda uzun müddətli dincəlmək, istirahət, gecələmək, yatmaq bu məqsədlər yalnız ya yoldan kənara düşməliyik, ya da xüsusi ayrılmış yerə getməli. Hansı ki 5.15, yəni parklanma yeri nişanı, yaxud 6.11 dincəlmə yeri, servis nişanı ilə işarələnmiş yerlərə gedib bu məqsədlə orada dura bilərik. 4-cü yer tramvay reysləridir. Düz Azərbaycanda hələ mövcud deyil tramvay reysləri, amma qanunda bu mövcuddur. Gələcəkdə tramvay reysləri çəkilsə, tətbiq olunsa, bilməliyik ki, tramvay reyslərində və tramvay reyslərinin bilavasitə yaxınlığında tramvaya mane olacağımız halda dayanmaq, durmaq qadağan edilir. 5-ci yer körpülərdə, estakadalarda və onların altında. Körpülərdə dayanmaq, durmaq bir halda olar ki, əgər eyni istiqamətdə 3 işlək zolaq varsa, azı 3 zolaq. Yəni körpü 6 zolaqlı, 7 zolaqlı, 8 zolaqlı körpüdür. Gediş üçün 3-dən az zolaq varsa, o körpülərdə dayanmaq olmaz. Yox, 3 və daha artıq zolağı varsa bir istiqamətdə, o halda həmin körpülərdə dayanmaq, durmaq olar. 6 tunellərdə dayanmaq qadağandır, 7 dəmir yol keçidlərində dayanmaq qadağandır, hətta dəmir yol keçidlərinə 50 metr yaxında durmaq da qadağandır. Hətta yol çiynində dursaq belə bu qanun bunu qadağan eləyir. 8-ci bütöv nişanlama xətti ilə dayananda nəqliyyat vasitəsi ilə xətt arasında 3 metrdən az ara məsafəsi saxlamaq olmaz. Bu, arxadan gələn avtomobillərin bizim yanımızdan rahat keçib getməsi üçün olan şəraitdir. Əgər biz 3 metrdən az məsafə saxlasaq, bu dayanmalar və durmalar qadağandır. Söhbət 1.1, 1.3, yaxud ayrıcı zolaq, yaxud 1.11 xətti var, bir tərəfi düz, bir tərəfi qırıq-qırıq. Düz tərəfdən dayananda o məsafəni qorumaq lazımdır. Qırıq tərəfindən dayananda qanun buna icazə verir ki, arxadan gələn avtomobillər qırıq tərəfdən bizim yanımızdan keçib gedə bilsin. 9-cu piyada keçidlərində və piyada keçidlərinə 5 metrdən yaxın məsafədə, yəni piyada keçidinə 5 metrdən yaxında dayanmaq və durmaq qadağandır. Hətta bunun 20 manat cəriməsi var. Əgər biz piyada keçidində dayansaq və bu piyadalara mane olsa və sürücü avtomobilin yanında olmasa, avtomobil Daxili İşlər Nazirliyinin mühafizə olunan duracağına da aparıla bilər. 10-cu, hərəkət hissəsində dayanmaq olmaz. O halda ki, əgər 100 metr görünmürsə, ən azı bir istiqamətdə 100 metr görünmürsə, bu səbəb ola bilər yolun qabarıq əyintili, yəni qabarıq profilinin əyintili hissəsidir. Yəni təhlükəli döngü ola bilər, yoxuşun sonu ola bilər. Bu yerlərdə dayanmaq və durmaq söhbət hərəkət hissəsindən gedir, qadağandır. Amma yol çiynində bu dayanmalar qadağan deyil. 11. Üç tərəfli yol ayrıcında yan keçidin qarşı tərəfində və kəsişmələrə 5 metrdən yaxın məsafədə dayanmaq qadağandır. Söhbət tez şəkil yollardan gedir. Hansı ki, yan keçidə yaxın kəsişin hərəkət hissəsində əgər orada xətt 1.1, 1.2, 1.3, 1.4 yaxud ayrıcı zolaq deyilsə, yan keçidin qarşı tərəfində dayanmaq olmaz və digər yan keçidə yaxın hərəkət hissələrində isə 5 metrdən yaxında dayanmaq qadağan edilir. 12 yol ayrıcında, hansı ki yol ayrıcının kəsişmələrindən söhbət gedir ki, yol ayrıcının kəsişmələrində bəziləri düşünür ki, yol ayrıcında dayanmaq qadağandır, amma yol ayrıcına 5 metrdən yaxında dayanmaq da qadağandır və 40 manat 2 cərimə balı məbləğində cəriməsi var. 13-cü dayanacaq nöqtələrdir ki, hansı ki avtobusun, troleybusun yaxud tramvayın dayanacaq meydançasında və onlara 15 metrdən yaxın məsafədə. Əgər avtobus dayanacağında yerə ziqzaq, yəni 1.17 nişanlama xətti çəkilibsə, ziqzaqın qırağından ora deyirlər dayanacaq meydançası. Yəni daha çox avtobusun eyni vaxtda gəlib ora girməsi, avtobusun qabarit ölçüləri uzun olduğu üçün bu 15 metr məsafə ora qadağan olmuş ərazi sayılır. Yəni ziqzaqın qırağından 15 metr yaxında dayanmaq 40 manat 2 cərimə balı məbləğində cərimə deməkdir. 14-cü yol nişanlarının, yaxud yolun texniki vasitələrinin, svetoforların önünü tutmaqla
digər nəqliyyat vasitələrinin onları görməsi məhdudlaşdırmaq. Bəzən görsən böyük avtobusdur, yaxud böyük yük avtomobilidir, yaxud yük vurmuş bir traktordur. Yəni qabartı böyükdür, dayanır yol nişanının qabağında və digər nəqliyyat vasitələri o nişanın yanından keçəndə o nəqliyyat vasitəsinə görə o nişanı görə bilmir. Və bu dayanmalar da qadağandır. 15-ci səkilərdə nizamlama vasitələrində başqa göstərici nəzərdə tutulmayıbsa səkilərdə dayanmaq 60 manat 2 cərimə balı cərimədir. 346.9-la bu balı olan cərimədir. Bəziləri düşünür ki, elə bilir ki, səki yoldan hündürə qalxmış bir maneədir. Amma yol hərəkəti haqqında qanunun 1-ci maddəsində yazılıb ki, səki yoldan hündürə qalxmış maneə deyil. Səki piyadaların hərəkəti üçün nəzərdə tutulmuş. Yolun hərəkət hissəsində yaxud hərəkət hissəsinə ayrıcı zolaq vasitəsilə ayrılmış. Yəni, əgər orada piyadalar hərəkət edirsə və yoldan ayrı yaxud yolun hərəkət hissəsinin kənarındadırsa, bu hündürə qalxmış da ola bilər, yol səviyyəsində də ola bilər. Və bu yerlərdə avtomobili dayandırmaq sizə 60 manat 2 cərimə balı cərimə ödəmək bahasına başa gələcək. 16-cı sizin bildiyiniz dayanma durma nişanları. 3.27 dayanmaq qadağanı nişanı, 3.28 durmaq qadağanı nişanı. Bu nişanlar tək qoyulubsa, nişanı keçdikdən sonra dayanmaq qadağandır və yol ayrıcına qədər, yaşayış zonasının bitməsi nişanına, yəni 5.23 nişanına qədər, yaxud bütün məhdudiyyətlər zonası, yəni 3.31 nişanının tətbiq olunduğu yerə qədər dayanmaq qadağandır. Əgər bu nişanlar nişanlanma xətti ilə tətbiq olunubsa, yəni 3.27 nişanı 1.4, yəni sarı bütöv xətlə çəkilə bilər, xəttin uzunluğunda dayanmaq qadağandır. Yəni xətt hara qədər çəkilibsə, nişan həmin yerə qədər qüvvədədir. 3.28 nişan isə 1.10, yəni sarı qırıq-qırıq xətlə tətbiq olunur ki, hansı ki, bardorun üstünə çəkilir. Nişanlanma uzunluğunda nişanın qüvvəsini dəqiqləşdirir. 17-ci velosiped yollarında, yaxud zolaqlarında dayanmaq 100 manat 2 cərimə balı məbləğində cərimədir. Bu 346.7 ilə tənzimlənir. Yəni velosiped zolaqlarında, velosiped yollarında ancaq velosipedçilər yaxud kiçik elektrikli nəqliyyat vasitələri dayanıb dura bilər, yaxud hərəkət edə bilər. Digər nəqliyyat vasitələri o qanunun icazə verdiyi hallar istisna olmaqla dursa, yaxud dayansa, bu cərimə 100 manat 2 bala sizə başa gələcək. 18 taksi duracaqlarında, yəni taksi fəaliyyəti ilə məşğul olmayan şəxs gəlib taksi, yəni 5-14 nişanlı işarələnmiş yerlərdə dayansa, dursa, bu onlara 40 manat 2 cərimə balı cərimə ödəmək bahasına başa gələcək. Əgər sürücü taksi fəaliyyəti ilə məşğul olursa, onlar orada sifariş gözləmə məqsədi ilə dura bilərlər. 19 avtomagistral yollarda və onlara bərabər tutulan 5.3 nişanı ilə işarələnmiş yerlərdə. Hansı ki, bəzən biz avtomagistrallar hərəkət edirik. Yol qırağında sərnişin götürürük, yaxud bir balıq alır, bir dovşan alır, yaxud biri saxlayıb orada istirahət edir. Bu qadağalardır, bu dayanmalar, durmalar qadağandır. Magistral yollarda hətta biz bir kəlmə telefonla danışmaq üçün belə dayanıb dura bilmərik. Hətta kimisə düşürə bilmərik, kimisə mindirə bilmərik. Bunun üçün xüsusi yerlər var. Hansı ki, o yerlərdə biz avtomobilimizi saxlaya bilərik. 20-ci avtobus zolaqlarında, hansı ki, digər sürücülərin avtobus zolaqlarına qanuni icazə verdiyi hallar istisna olmaqla digər məqsədlər üçün dayanması, durması 100 manat 2 cərimə balı ödəmək bahasına başa gələcək. O 2 məqsəd, 3 məqsəd var ki, hansı məcburi dayanma ola bilər, yaxud da sağa dönmək üçün kənar vəziyyət ala bilərik, qırıq xətt söhbət, qırıq nişanlama xəttindən gedir. Yaxud avtobus zolağı günün müəyyən saatlarında qüvvədədirsə, digər hallarda orada artıq ümumiliklə avtomobil zolağı hesab olunur və dayanmanı, durmanı qadağan edən digər nişan yoxdursa, o halda dayana bilərik, dura bilərik. Digər hallar da qadağandır. 21-ci və 22-ci yerlər isə taksilərə və ümumi istifadədə olan avtobusların özünə aid qadağalardır. Yəni taksilər öz duracaqlarından kənar yerdə sifariş gözləmə məqsədi ilə dursa, bu onlara 40 manat cərimə ödəmək bahasına başa gələcək. Avtobuslar isə, diqqət edin, avtobuslar öz dayanacağından kənar yerdə sərnişin düşürsə, sərnişin mindirsə, bu onlara 100 manat 4 cərimə balı ödəmək bahasına başa gələcək. Diqqətiniz üçün təşəkkür edirəm. Sizinlə Azər Quliyev idi. Belə videoların çox olması üçün videonu bəyənin və bizi izləmədə qalın.